Herkese selamlar. Dedim bugün millimiz Azerbaycan millisi Ukrayna ile oynayacak. Ukrayna'nın yerinde Bakıda oynayacağımız oyun 1-1 yekunlaştı. Bir xal almışıq. İsə Ukraynaya 2 xal itirdi. Mən oyunla bağlı heyətləri sizə təqdim edəcəm. Azərbaycan millisinin onların heyətləri hələ açıqlanmayıb. Mən Azərbaycan millisinin heyətini sizin üçün deyəcəm. Birinci Azərbaycan millisinin heyətini deyirəm. Qapıda 1. Şəhrüddin Məhəmmədəliyev. Müdafiəçilər Elvin Cəfərquluyev, Bəhlul Mustafazadə Bədəlov. Hücumda Nəriman Axundzadə, Emin Mahmudov və Tural Bayramov. Azərbaycan millisinin heyəti belədir. Biz Fransaya 3-0 uduzandan sonra biz Ukrayna ilə oyuna yaxşı hazırlaşmamız çox lazımdır. Heç bir xalımız var. 3 xalımız da yoxdur ki, deyək, Azərbaycan millisi 3 xal alıb. Qardaşlar, mən bu oyunla dedim biraz geniş video çəkim oyun haqqında. Onların indi heyəti açıldı. Qapıda Turbindir. Onların oyuncuların təxmini tanımıram. Qapıda bunları tanıyıram. Qapıda Turbindir və Dobikdir. O birlərini tanımıram. İndi açıqlandı heyət. Mən burada düşünürəm ki, qardaşlar, dedim biraz uzun video olsun. Biz Ayxan Abbasov yerli baş məşqçi gələndən sonra Bakıda Ukraynanı 1-1 elədik. 1-1 oyun qurtardı. Gördünüz? Qoca gedəndən sonra Santoş. Azərbaycan millisi gördünüz nə ağarır. Ona görə də milli bu oyunda yaxşı hazırlaşmalıdır. Bu sözü sizə deyim. Milli bu oyunda yaxşı hazırlaşmalıdır oyuna. Biz bu oyuna müdafiə yaxşı olmalıyıq. Şəhrüddin Məhəmmədəliyev yaxşı durmalıdır qapıda. Və mən bu oyunu analizimi də bildirəcəm. Mən bu oyunu gol deyirəm. Azərbaycan-Ukrayna oyunun gol deyirəm. Da demirəm Azərbaycan millisi sürpriz eləyib gəlib bu da. Onu deyəmərəm, amma gol deyirəm. Uzun videonun sonuna gəldik. Biz dedim belə bir video çəkim sizin üçün. Bunu da ilk dəfə elədim və sizinlə də sağollaşıram. Hamınızı öpürəm. Bir dənə bunu deməmişəm. Kanala abunə olun və videonu bəyənməyi unutmayın. Sağ olun, ürəyimdəsiz.